Quba Olimpiya İdman Kompleksinin stadionunda, Quba Arenada Premier Liganın 15. turunun son oyun gününün ilk görüşü başlayır. İmişli Karvan Yevlax yine bakır cərmə meydançasına, Bangera'dan ötürmə. Karaklayic aldattı rəqibini, Karaklayic cərmə meydançasında, Karaklayic, Pedro Mateus əli oynuyor Karvan Yevlax qapçısı. Maçdakı ilk real gol şansı Karaklayic hər şeyi özü etdi, amma Mateus səddini keçə bilmədi. Elton'u çox ustalıqla aldadır Nikola Karaklayic. Mateus'u aldada bilmədi, küncdən zərbə. Alavali Doyeni ötürmə cərmə meydançasına, Araz Abdullayev. Araz topu saxlamağa çalışır, zərbə indirir və top. İzləyir təkrarı. Bax, bu vəziyyətdə istəyinin nail olmur. Amma texniki bacarıqlar çox yüksəkdir Arazda. Şansı qazanıb İmişli futbolçuları Karaklayic. Zərbə indirir, geri qayda top, təkrar zərbə və gol! Diogo Almeida hesabı açır İmişli komandasının Portuqaliya hücumçusu. Cərmə meydançası daxilində Karaklayic'in zərbəsindən sonra yaranan boşluqdan istifadə edir Diogo Almeida və topu Karvan Yevlax'ın qapısından keçirir. Hesabı açır bu maçda Diogo Almeida. İzləyir təkrarı. Juninho'nun ötürməsi, Karaklayic'in zərbəsi və Diogo Almeida cərmə meydançası daxilində, hətta qapçı meydançası daxilində topu ram edib dönərək zərbə indirir. Hesabı da açır. 1-0. Quba Olimpiya İdman Kompleksinin stadionunda İmişli Karvan Yevlax maçında hesab meydan sahiblərinin xeyrinə dəyişir. Əks hücumu Nikola Karaklayic. Karaklayic ötürməsini etdi, Almeida. İstiqaməti dəyişir sağa, Rafael Viegas. Juninho orada. Juninho! Top direğin yanından keçir. Bir yana görürük. Bu da Juninho'nun zərbəsi. Top direğin yanından keçir. Komanda yoldaşını gözlədi Ezekiel Morgan. Nikola Karaklayic cərmə meydançasına yaxınlaşır. Karaklayic ondan zərbə. Mateus yerindədir. Ezekiel Morgan. Diogo Almeida cinahda. Almeida ötürmə qapı qarşısına. Boşda zərbə və top direğin yanından keçir. Çox yaxşı bir imkanı qaçırdı. Bangera mərkəzdəydi və Elfinin zərbəsindən sonra top qapının yanından keçir. İmişli futbolçuları gol vurmağa yaxın oldular. Şakil Snow İmişli təzyiqi artırdıqda Karvan Yevlax futbolçuları çətini çəkilər. İndi isə əks hücum ola bilər. Araz Abdullayevdən ötürmə sol cinaha. Kyle Spence çaxdı topa. Önündə Həzrət İsayev. Kyle Spence cərmə meydançasında. Kyle Spence ötürmə qapı qarşısına. Başla zərbə və gol! Hesab bərabərləşir. Necə maraqlı mübarizə. Top bir anda digər qapıdan düz İmişli komandasının qapısına gəlir və başla zərbə dəqiq olur. Andrey Sinenkanı məyus edir. İzdirik təkrara. Bu da təkrar. Sinenka toxunur topa ama xilas edə bilmir komandasını. Tarazlıq bərpa olunur Quba Olimpiya İdman Kompleksinin stadionunda. İmişli 1, Karvan Yevlax 1. Nikola Karaklayic ötürməsini etdi. Karaklayic taban ötürməsi. Karaklayic cərmə meydançasında. Karaklayic keçdi rəqiblərini və sonra da Pedro Mateus. İmişlinin təhlükə yaratdığı anda sürətli bir əks hücum qonaqlara gol gətirmişdi. Hakim işarəsini verir. Ötürmə cərmə meydançasına. Başla zərbə və sonunda Pedro. Daha bir küncdən zərbə olacaq. İzləyirik təkrarı. Bax, burada Həzrət İsayevin zərbəsindən sonra top qapıya istiqamətlənirdi. Pedro Mateus cəld, sayıq davrandı. ehtimalı var idi. O aradan qalxır. İndi küncdən zərbə yerinə yetirilir. Ötürmə qapı qarşısına. Yerə yıxılan futbolçu var. Hakim qalx dedi.
Bax, bu da həmin epizod. Yerə yıxılan, yerinə yetiriləcək izləyirik. Yaxın plandan izləyirik. Həmin epizodu, sırf həmin epizodu göstərir bizə rejissorumuz. Ötürmə mi olacaq? Ötürmə qapı qarşısına. Boşla zərbə! Dirəkdən qayda top və zərbə gol! Amma offside. Bayraq havada. Top qapıdan keçir, amma bayraq havadadır. Türmə anında offside var idi mi? Böyük ehtimalla var idi. Bu, baxaq görək hansı futbolçu. Yox, bu epizodda offside var idi, yoxsa yox deyə bilmərəm, amma iki oyuncu oynayan kənar vəziyyətdədir. Bəli. Offside olduğu görsənədir. Hər iki, hətta üç oyun. Burada hətta bir qədər dərinə getsək,